şeydi. Ha. Bura yoldu. Bura yoldu. Burada yoldu. Bir daha ora yoldu. Bak bura yoldu. Bir daha Ora yoldu. Bir tane ora yoldu. Bir de ora yoldu. Hələ maşını orada saxlamış. Aa, Ora sağ- yoldu, burada Bura yoldu. yoldu. Burada yoldu. Düz şeyin körpünün yanı. Körpünün yanı. Şağan sayılır da. Şagan sağ. Şağan. Düz xəyala restoranın altı. Xəyala restoranın arxası. Küçüyə baxan obyektimiz də var. Həyətdə 2 dənə ev var. Salam. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli müştərilərimiz, əziz Elmir Əmlaş kanalının izləyiciləri, sizə bir dənə ekskluziv olaraq köhnə, lap köhnə deyil, amma əsl bağ təqdim edəcəm. Mərdəkan körpüsünün yanı, Xəyala restoranın yaxınlığı. 62 sot. 62 sot. Adamın ürəyi gəlməzi buranı bölüb, bu ağacları, bu yaşıllığı itirib, burada evlər tikmək planı. O da problem deyil. Yəni kim istəsə onsuzsa neyniyək, nətər eləyək? Alar, tikər. Torpağın 4 bir tərəfi, 3 bir tərəfi yoldur. Bura yoldur. Bura yoldur, körpünün yanıdır. Mərdəkan körpüsünün yanıdır. Burada yoldur. Küçələr özləri belə, maşallah, çox qəşəng, gözəl, yaşıllıq, şam ağacları, hər bir, elə 3 küçənin üçündə də. Belə bu tərəfdə də qonşu yoxdur, bu tərəfdə də qonşu yoxdur, bu tərəfdə də qonşu yoxdur. Bir dənə qonşumuz bu tərəfdədir. Allah canların sağ eləsin. Həyət yox, nə montaj? Quşların səsidir, toyuqların, həyətdə olan toyuqların səsidir. Montaj səsi alma, ha, burada nə varsa onu da burax. Canlı canlı. Xışıltı, mışıltı nə gəlir gəlsin. Ümumi darvazasıdır. Həyətə keçmək üçün keçirik. İşıqlandırması həyətdə nə meyvə deyirsən var da, nə meyvə deyirsən var. Şəlalə, baxın o qaya daşlarından, hələ o qaya daşlarını gətirib bura yığıb o şəlaləni düzəltmək özü bir, necə deyərlər, insan ürəyi istəyir. İnsan ürəyi istəyir. İnanın Allaha, mən bu torpağı sizə torpağın, yəni bu evi, bu həyəti torpağın qiymətindən belə ucuz təklif edirəm. Ev sahibi söyləyib, əlbəttə ki, qiymətləri ev sahibi deyir. Bugünkü gündə start qiymət 2 milyon manatdır. Hesablayaq, torpaq burada neçəyə düşür, burada torpaq neçəyədir, burada bu ağacları, bu yaşıllığı əkib becərmək necə olar? Natiq, bu üzbəüz hovuzun qarşısındakı ev neçə otaqdır? Bəli. Beş otaq, 3 otaq. 3 otaq. 3 otaqlı bir o evdir. Onun yanında obyekt var, hazır, küçəyə baxır. Hardasa 120 kvadrat olar. Həyət, göstər. Stadion, istəyirsən futbol oyunu, istəyirsən göyərtə ək, istəyirsən nə bilim pomidor xiyar ək. Öz işindir. Onun yanında bir dənə yanları açıq ağacların altında açıq bir söhbətgah da var. Həyətin özünün ayrıca gözətçi evi var. Yəni bu həyətin içərisində 2 dənə ev var. 2 dənə. Vaxtının villaları olub. Bugünkü gündə də çox səliqəli, səhmanlı qalıb. Yəni mən deməyim ki, evlərimiz köhnədir. Qəşəng səliqəli, səhmanlı. Baxın, tam mərkəzdə 7 metrənin 15 metrəyə olan filtrli hovuz tam işlək vəziyyətdə. Dərinliyi 1.65-dir. 1.60-ın 1.65-dir. Bu ayrıca bir evdir, o da ayrıca bir evdir. Orada oturmaq üçün də bir güşə var. Bura obyektdir, küçəyə baxır. Orada toyuq düzə saxlamaq üçün Elvin özün bilirsən də maşallah gəlsin. Bəli. Bəli. Buranı dediyim kimi, mən buranı çəkməyəcəm, sizə göstərməyəcəm. İnşallah gələndə özünüz keçib istəsiz baxarsınız. Böyük bir zaldır birinci mərtəbədə, mətbəxdir, ikinci mərtəbədə 2 dənə yataq otağı yerləşir. Sanitar qovşaqları da var, hamısı mövcuddur. Bu evi sizlərə çəkib təqdim eləyəcəm, göstərəcəm. Oradakı gördüyümüz kimi gözətçi evi var. O hissədə həyətin özünün gözətçisi var. Bu yaşıllıq onların əlindən, bu təmizlik onun əl zəhmətindən çıxır. Sonra orada da baxın, bax, orada da ev, bax, orada əl damıdır. Sonra
gözətçi evidir. O hissədə tikilib, inşa olunub. Bəli. İndi isə keçirik bu evə. Bu evi təqdim edəcəm. Keçək içəri evi təqdim edeyim. Gəl evin, gəl keçək. Evin içərisini təqdim edeyim. Evə də baxın. Ürəyim gəlmir, təklif edeyim ki, əziz, dəyərli ev tikib satan dostlarımız buranı dəyərləndirir. Çünki bu ağaclar, bu həyətdə olan yaşıllıq, burada olan baxın bu meyvə ağacları, dekorativ ağaclar, burada əl zəhməti, istəmirəm o dağılsın. Amma dəyər də superdir. Bugünkü gündə hesablayanda tam kupça da 62 sot. Hesablayanda 2 milyon 30 min, 30 neçə minə düşür? 30 min. Yəni burada elə bir bu qiyməti torpağı yoxdur da, yəni. Belə bir şey yoxdur. Gəlin keçək evin daxilinə. Buyurun. Ümumi dəhlizdir. Ay maşallah. Geniş, böyük bir dəhlizdir. Parketə baxın. Köhnə parket. O vaxtın mozaika deyirlər, nə deyirlər? Oy, 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 oy. Maşallah. Maşallah. Geniş, böyük bir qonaq otağı, pilləkən. Oy, pilləkənin gözəlliyinə bax. Orada bir yataq otağı var. Burada bir yataq otağı var. Ümumi sanitar qovşağı var. Burada bir yataq otağı var. Buradakı mətbəx otağıdır. Mətbəx otağını göstərərsən. Elimcə baba bu qonaq otağı demək olar ki, 2 hissəyə bölünüb. Gələcəkdə kim hissəsə qonaq otağın bu pomişeniyadan, bu baxın, bu ümumi giriş hissədən ayırmaq olar. Ayırsıq belə burada 50 kvadratlıq bizim qonaq otağımız var. Baxaq. Çox qəşəngdir. Yox, dəyər. Otaqlar isə hələ belə göstər. Hətta bunun zirzəmisinə də, yarı zirzəmisi də var. Zirzəmisinə də düşmək olar. Çox sizi çəkib yormaq istəmirəm. 1 yataq, 2 yataq, 3 yataq, 4 yataq, 5. Bu da birbaşa hovuz tərəfə çıxış qapısıdır. Bəli, yataq otaqlarında sanitar, orada da, burada da var. Burada da var, qardirob da var. Burada da qardirob var. Sonra sanitar qovşağı var. Bura texniki otaqdır. Belə deyəndə çamaşırxana kimi istifadə olunur. 8 otaqdır, 8 otaq. Natik 7 dənə hamam, tualet. Ay maşallah, əla. Əla, super, super. Sadəcə biraz əl gəzdirmək, biraz necə deyirlər? Hə. Burada yataq otağıdır. Ay maşallah, nə boydadır yataq otağı. Bir dənə bura bax Elvin. Gör bunları açandan, bunlar. Bir dənə bura bax. Gör bunlar neçənci ildə bu şeylərdən istifadə olunub, bu ev təmir olunub. Hündürlük də ki, maşallah, hündürlük var ha. Burada da sanitar qovşağı var. Yataq otağının özü də hündürlük də ki, mən deyim də sizə, ən aşağısı bir 3.70 olar. 3.50-dən yuxarıdır ki, aşağı deyil. Gəl qalxaq yuxarı tez eldir. Çox yormayaq. Və bu pilləkənin özünün bir gözəlliyi var da. Bax, bu çıxırsan, bu taxta pilləkənlə yuxarı. 97. Hovuz. Yox bir. Oba, işıqlandırması var, qısa olaraq götürə biləcəm. Yaxşı, neynə? Amma o da deyim ki, evin birinci mərtəbəsində hovuz var. Zirzəmə, padvalda, zirzəmidə hovuz yerləşir. Hovuz var. Oh. Gəl bura, dam hissəyə çıxaq. Bura nədir? Boş belə bir mansarddır. Bura bütöv böyük bir mansarddır. Mansard hissəsidir. İşıqlandırma hamısında var ha, əslində, yəni işıq yanır. Gəl. Yataq otağı, eyvan birbaşa Mərdəkan körpüsünə baxır. Eyvandan. Sonra bura gəlirik. Bağlıdır.
Burada bağlıdır, açmayayım. Əl gəzdirmək lazımdır. Əl gəzdirmək lazımdır. Baxın, böyük bir yataq otağı. Yataq otağının özünün. Eyvana bax, görünən bu da eyvandır. Eyvanın daxilində də ki bir otaq burada. Hamam, tualet. Əziz izləyicilərimiz, sizdən çox xahiş edirəm, bunu dəyərləndirin. Amma yenə deyirəm, bu evə, bu həyətə, bu yerləşmə yerinə dəyər. Əl gəzdirmək lazımdır. Restavrasiya lazımdır. Və yaxud da sökürsən, burada yenisini tikirsən. Amma bunun, mən inanmıram ki, bunun yerin verər də. Yəni, bunun davamlılığı, bunun möhkəmliyi nəyə desin deyər? Sadəcə restavrasiya elə. Təşəkkür edirəm sizə. Bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.